Salam hörmətli izləyicilərimiz, sizlər salamlayıram Hövsan qəsəbəsindən. Golf Xəyal adasından gedən yolun üstündə Zeytun dairəsinə yaxın 4 sot yarımda inşa olunmuş şəxsi tikili belə bir gözəl model tipli evimiz çıxıb satışa. Evimizin üz görünüşü, evin və torpağın kupçası var dəyərli izləyicilərimiz. Ev şəxsi tikili evdir, gördüyünüz kimi həyətyanı sahəsi çox geniş. 4 sot yarımda inşa olunub bu gözəl evimizin üz görünüşü. Modern tiplidir. Yerdən 8-9 daş hündürlüyündə yerləşir. Gələcəkdə istəsəniz burada bir baseyni sala bilərsiniz və yaxud da ki köməkçi evdə tikə bilərsiniz. Üzü yola, qapının ağzına, darvazaya qədər asfalt küçədir. Ətraf yaşayış, qaz su işıq isitmə sistemi kombidir. Evin yan hissəsi boşluqdur. Və evin arxası var, arxa küçədir. Əlavə olaraq bir küçə də var arxasında. Bu da gözəl evimizin arxası. Evin 4 bir yanına keçmək olur dəyərli izləyicilərimiz. Bu da evimizin yan hissəsi. Ev şəxsi tikili evdir hörmətli izləyicilərimiz. 4 sot yarımda inşa olunub. Paket kupçadır. Həm evin, həm torpağın kupçası var. Bura isə bizim evimizin padvanıdır. Dərin zirzəmisi var. Bütün otaqlara keçmək mümkündür. 40-ın 40-a beton kəmərlər atılıb istifadə olunub. Ev çox keyfiyyətli evdir. Qoşa daşla inşa olunub. Keçək evin içinə sizə tanış edeyim. Evə keçə bilirik. Yerdən 8-9 daş hündürlüyündə. Burada belə bir yetkin balkonumuz var. Ətraf yaşayış, asfalt küçə. Daxil olduq evimizin içinə. Bir yataq otağımız burada yerləşir. Genişlik qaydasında. Hamam sanitar qovşağımız burada yerləşir. Burada bizdə studiya zaldır, hörmətli izləyicilərimiz. Yeri istipol, çelmə qranitdir. Metal vurulub yerinə, studiya zal. Model tiplidir, hörmətli izləyicilərimiz. Qeyd edim ki, evin və torpağın kupçası var. 4 sot yarımda inşa olunub. Şəxsi tikili evdir. Burada isə digər yataq otağımız yerləşir. Ev geniş, işıqlı evdir, aurası yaxşıdır, təmizdir. Buyurun, zəhləviz gözləyir inşallah. Bu gözəl evimiz sizə qismət olsun. Qiymət 122 min manata deyilir ev sahibi tərəfindən. Real alıcımız gəlsə inşallah qiymətlər az yaxşım olacaq. Allah satan alına xeyir versin. Buyurun, zəhləviz gözləyir inşallah. Diqqətinizə görə təşəkkür edirik.